Deməli, bu görünür ki, burada qonşu, yəni Fərhad İbrahimov bizim mehrabın qabağından kəsib, qabağına bu tualeti tikib, yəni. İyidə basıb buranı. Bu necə ola bilər ki? Burada mehrabın qarşısında cəmaət burada namaz qılsa, ümumiyyətlə heç namaz qılmasa, bura bir abidə kimi olsa qarşısında tualet. Bu belə heç yol verilməzdi, yəni. Bunu da ki, götürüb bu artırıb qabağa, neçənci ildəsə, götürüb buranın üstünü söküb və bunu da nolçanda düz axıdıb bura, bütün divarı məhv eləyib burada. Bu çox böyük bir problemdir, yəni. Necə ola bilər tarixi abidəyə gətirib bunları belə birləşdirib və buna şəhər memarlığı, ümumiyyətlə Ağdaş rəhbərliyi necə icazə verib ki, bu belə olub. Çox axmaq bir işdir, yəni. Qoy Ağdaş prokurorluğu müraciət eləmişik və Ağdaş polis idarəsi bu ölçü götürsün. Kişini tapa bilmir. Kişi burada həyətdədir, hə? Deyir ki, mən onu tapıb onu izahat ala bilmirəm, yəni. Bugün 29 Mart 2025-ci ildir. Ağdaş şəhəri Hacı Bədəl Əfəndi məscidində işlərimiz davam eləyir və buradakı bu həftə ərzində qarşımıza qoyduğumuz bütün məsələləri həll etmişik. Məscidin təmizlənməsindən sonra ölçülər dəqiqləşmiş, memar yenidən dəvət olunmuş və ölçüləri yenidən götürmüşdür. Deməli, məscidin giriş qapısı buradan müəyyən edilmişdir və burada gördüyünüz kimi özülü yəni müəyyənləşdirmək üçün burada kiçik bir açma eləmişik və məscidin özülü çay daşından olduğu yəni müəyyənləşmişdir. Bu isə pişmiş kərpicdən 5 santı 20-nin 20-yə, yəni tarix kərpiclərdir. Bu hissədə görürsünüz ki, əhəngli gil torpağı döşəmək üçün istifadə ediblər, onu döyüblər və nəticədə çox gözəl bir deməli döşəmə alınıb burada. Məscidin günbəzli olduğu, 2 günbəzdən ibarət bir məscid olduğu müəyyən olunmuşdur. Hansı ki, biz üstünü açanda bu paketlə Sovet dövründə paketlə bağlanmış yəni bir məscid görüntüsü verirdi. Yəni tarixi görüntüsü demək olar ki, yox idi. Sovet dövründə günbəzini, buradakı günbəzi dağıdıblar və gördüyünüz kimi burada deməli məscidin günbəzi olmuşdur. 2 günbəz olub, yəni. 2 günbəzli məscid olub və mehrab 2 otağın, yəni ki, bu 2 günbəzin ortasında ən ortada deməli tağların birinin içərisində, amma digərinin isə deməli həmin tağın bu əsas dirək hissəsində bu mehrabı onlar burada əsas belə elementlərdən birisi də həm mehrabın içərisində, həm də qapının içərisində çay daşından deməli döşəmənin olmasıdır. Beləliklə məscid dikilib pişmiş kərpicdən, məhlul kimi istifadə olunub deməli torpaqdan və yəni gildən və döşəməsi yenə əhəngli gil
deməli, bunun damı isə, yəni örtüyü isə, deməli, bu günbəzdən ibarət olub. Burada gördüyünüz kimi biz hələ açırıq. Çox dedikcə çoxlu burada sement istifadə ediblər və sement bizim yəni materialımızı, yəni kərpic materialımızı tamamilə yəni həm duzlaşdırıb, yəni reaksiyaya girib, həm də çürüdüb bəzi yerlərdə çürüdüb. Bəzi yerlərdə isə biz sementi çox çətinliklə mexaniki üsulla qoparda bilirik. Mən bizim qrup üzvlərindən içərisində dizaynerlər, sonra alimlər, müxtəlif insanlar var. Yəni bizdə iki variant var. Abidənin böyük bir hissəsi qaldığı üçün biz bişmiş kərpicdən olan günbəzi və burada pəncərələr, məsələn, burada bir pəncərə olur, yeri buradan görünür. Amma Sovet dövründə başqa kərpicdən istifadə edərək iki pəncərə eləyiblər və biz burada həmin yəni Sovet dövründəki açılan pəncərə və bu isə məscidin öz dövründəki pəncərənin tağ formasında olduğunu göstərən yeridir. Yaxşı ki, bu hissəni belə saxlayıblar və biz görə bilmişik ki, hansı şəkildədir. Pəncərə vaxtında necə olur. Yəni, biz məscidi bu araşdırmışıq. İndi bu ilə əlaqədar bir ayın axırına bir məqalə də hazırlayacağım və Qafar müəllimə həsr olunmuş Kipirdəki konferansda məruzə də eləyəcəm. Bizim iki variantımız var. Biri deməli konservasiya olduğu kimi indiki vəziyyətində qoruyub saxlamaq və amma bu elə bir yəni məscidin öz tarixi görkəmini görmək imkanı verməyəcək. Çünki biz çox az deməli belə fərqlə öz tarixi görkəminə qaytara bilərik. Çünki pəncərələrdir, pəncərələri çıxarıb bir formasında bu şəkildə tağ variantına gətirə bilərik. Yəni demək istədim odur ki, bərpa eləyə bilərik, öz əvvəlki görkəminə qaytara bilərik. İkinci isə elə olduğu kimi saxlayıb, sadəcə üzərini yəni müasir materialla örtüb, deməli insanların istifadəsinə verə bilərik. Hər iki variant üzərində biz işləyirik. Başqa nə variant yəni olsa, kiminsə bir fikri olsa, mənə yəni burada yəni mənim nömrəm var, özümə də yaza bilərsiniz ki, məsələn deyək ki, mən belə bir şeyi fikirləşirəm yəni. Ya da deyirsiniz mənə, mən sizin